Salam, əziz və dəyərli şagirdlər. Bugün Azərbaycan təhsil müəssisəsində təhsil alan şagirdlər olaraqdan hər birimiz dövlətin qoyduğu qayda qanunlara biz riayət etməliyik. Baxın, əziz şagirdlər, bütün təhsil müəssisələrində çalışan, sizin həmçinin bütün təhsil müəssisələrində çalışan şagirdlərədir sözüm. Deməli, biz bugün müstəqil bir dövlətdə vətəndaşlarıq, müstəqil bir dövlətdə yaşayırıq. Biz illər öncə tariximizə nəzər salanda Azərbaycanın müstəqil olmadığını, uzun illər başqa dövlətin tərkibində yaşadığını bilirik. Amma bugün biz müstəqil bir dövlətik və biz bu müstəqilliyimizi ümummilli lider olan Heydər Əlizoğlu Əliyevə borcluyuq. Bəli, bugün dövlətimiz müstəqil bir dövlətdir və bugünkü gündə bizim təhsilimizə dövlətimiz çox böyük nəzarət edir. Və bizim günü-gündən irəliləyən təhsilimizdə bir sıra yeniliklər olur. Deməli, əziz şagirdlər, bizim dövlətimizin qoyduğu hüquqlar və vəzifələr vardır. Hər bir valideynin, şagirdin və müəllimin hüquq və vəzifələri var. Həmçinin dövlətin də öz vəzifələri var bizim təhsilimizdə. Yəni, bugünkü gündə hər birinizin valideyni var, anası var, hər biriniz hansısa kimisi övladısınız. Bəli, siz deməli təkcə öz ata-ananızın deyil, həmçinin bizim də övladlarımızsınız. Siz 1-ci sinifdən 11-ci sinifə kimi bu məktəbdə təhsil alırsınız. Həqiqətən də hər biriniz bizim üçün əzizsiz, doğmasınız. Amma baxın, biz qayda qanunlar olan dövlətdə yaşayırıq, konstitusiyası olan dövlətdə yaşayırıq. Ona görə də biz bunlara əməl etməliyik. Əgər bu dövlətin torpağında gəziriksə, bu torpağın suyunu içiriksə, mən Azərbaycanlıyam deyiriksə, biz bu dövlətin qayda qanunlarına riayət etməliyik. Deməli, əziz şagirdlər, müəllim olaraqdan əlbəttə ki, hər bir müəllimin də özünün hüquq vəzifəsi vardır. Hər bir müəllim, deməli, özünün dövlət standartlarına uyğun, keyfiyyətli və yaxşı təhsil verməlidir. Hər bir şagirdə daha diqqətli maraqlanmalıdır. Hər bir şagirdə öz övladı kimi yanaşmalıdır. Yəni, bəli, bu müəllimlər həmçinin də təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə əməl etməlidir, etik davranış qaydalarına əməl etməlidir, pedaqoji tələblərə, yəni dövlətin qoyduğu hər bir şeyə əməl etməlidir. Əlbəttə ki, bütün təhsil məsələlərində müəllimlərimiz buna əməl edirlər. Dinləyin, əziz şagirdlər, deməli, baxın, müəllimlərin hüquq və vəzifələri ilə yanaşı şagirdlərin hüquq və vəzifələri var. Deməli, siz şagird olaraqdan ən əsas vəzifələrinizdən biri budur ki, təhsil verənlərin, yəni müəllimlərin şərəf və ləyaqətinə hörmətlə yanaşmalısınız. Həqiqətən, yəni siz onların şərəf və ləyaqətinə hörmətlə yanaşmalısınız. Həmçinin də müəllim də hər bir şagirdin şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Deməli, sizin bu vəzifəniz budur ki, təhsil verənlərin şərəf və ləyaqətinə hörmətlə yanaşmalısınız. Hər bir müəllim də sizin şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Həmçinin də müəllimin də hüququnda var ki, o öz şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb edir. Baxın, deməli, əgər siz 1-dən 11-ci sinifə kimi bir məktəbdə təhsil alırsınızsa, sanki bir ailədir, ailəniz kimlik olmalıdır bu. Deməli, baxın, əziz şagirdlər, burada ən əsas vəzifələrinizdən də biridir ki, davamiyyətiniz 100% olmalıdır, hər gün məktəbə gəlməlisiniz, dərslərinizi yaxşı oxumalısınız və valideynlərin hüquq vəzifələri var. Hər bir valideyn də ən böyük vəzifəsidir ki, öz övladını məktəbə göndərsin, təhsil ilə maraqlansın. Deməli, əziz şagirdlər, valideyn sizin ola bilər hansısa məktəbi seçim edə bilər, bu məktəbdə oxutmuram, digər məktəbdə övladımı oxuduram. Bunu deyə bilər, ana məktəbə göndərmirəm deyə bilməz. Ona görə ki, biz bilirik ki, məktəblərimiz 9 il icbaridir, mütləq şəkildə 9 illik məktəbi təhsil almalıdır hər bir şagirdimiz. Deməli, əziz şagirdlər, baxın, burada valideynlərin də ən böyük vəzifəsi budur ki, hər bir valideyn öz övladını vətənə qarşı, insanlara qarşı, dövlətə qarşı yararlı bir insan kimi yetişdirməsi üçün hər köməkliyi etsin. Yəni, övladı ilə daimi söhbətlər aparsın, onunla vaxtını səmərəli keçirsin, ümumiyyətlə övladını hər tərəfli maraqlanmalıdır. Yəni, ilk öncə ailədən tərbiyə gəlməlidir ki, ailə tərbiyəsini almalıdır ki, uşaq sonra məktəbdə də o tərbiyə davam etdirilsin. Deməli, valideynin ən böyük vəzifəsi övladını gələcək cəmiyyətimizdə yararlı insan kimi yetişdirməsi üçün əlindən gələni əsirgəməməlidir. Həmçinin də müəllimlərin də vəzifəsidir ki, əlbəttə ki, o məktəbdə hər bir şagirdən dövlətimizə qarşı, vətənimizə qarşı, cəmiyyətimizə qarşı, ümumilli bəşərlərin dəyərlərinin qorunması ilə söhbətlər aparsın, onların təbliğat aparsın ki,
Bilirsiniz əziz şagirdlər, insan həyata bir dəfə gəlir. İnsan həyata gəldiyi zaman artıq yetkin uşaqlarsınız, 9-cu sinifdə oxuyursunuz. Mən hansı addımı atacağım, nə edəcəyimi qərar vermək yaşındasınız siz. Ona görə də insan ilk öncə nə edirsə, son nəticəni düşünər ki, mən sonda etdiyim hərəkət nə ilə nəticələnəcək. Baxın, bugünkü gündə mən, bugün bayaq ilk sözümdə danışanda mən sizə dəyərli şagirdlər dedim. Həqiqətən hər biriniz mənim üçün də, bütün müəllimlər üçün hər biriniz dəyərlisiniz. Ona görə ki, siz bizim gələcək cəmiyyətimizin üzvlərisiniz. Gələcək cəmiyyətimizin həkimi, müəllimi, mühəndisi, anası, atasısınız. Yəni siz elə balaca vaxtdan ailədə, məktəbdən püxtələşməli, öyrəşməlisiniz ki, yəni bizim gələcək cəmiyyətimizə yararlı insanlar kimi yetişməlisiniz. Bunları siz hər kəsin öz həyat yolunun düzgün seçməsi öz əlindədir. Artıq siz yetkin yaşa çatmış uşaqlarsınız, öz qərarlarınızı özünüz verə bilərsiniz. Bir də bunu nəzərinizə çatdırım sizin. Baxın, deməli siz özünüz böyük 9-cu sinif şagirdi olaraqdan nə edəcəyimi, necə edəcəyimi bilməlisiniz. Kiməsə baxıb heç nə etməməlisiniz. Məsəl üçün, o onu edir, mən də etməliyəm deyə belə bir şey yox. Bu özünü bənzətmədir. Məsəl üçün, deyirsiniz ki, filan kəs bunu edir, mən də edim. Xeyr, edə bilməzsən, ola bilməz. Məsəl üçün, dediyin həmən adam bəlkə məsəl üçün, o səhv yoldadır, düzgün etmir, sən də onu mu edəcəksən? Məsəl üçün, belə deyək ki, bəzən belə deyək ki, giyimdən gəlir, filan kəs məsəl üçün bu giyimi giydirsə, mən də giyməliyəm. Moddur da, bəlkə bu sənə yaraşmır. Məsəl üçün, hansısa oğlan, filan oğlan bunu elədi, mən də etməliyəm. Elə bir şey yoxdur. Öz qərarlarınızı özünüz seçməlisiniz. Məsəl üçün, sən özün son olaraq nəticəni düşünməlisən ki, mən bunu edirəm və etdikdən sonra sonda bu işin nə ilə nəticələnəcək? Yəni, hansısa işi plansız şəkildə görürsənsə, plansız addım atırsansa, plansız şəkildə görülən işin heç bir nəticəsi ola bilməz. Ona görə də mütləq şəkildə hər biriniz ilk öncə düşünün ki, mən bugünkü gündə bunu etsəm necə ola bilər? Baxın, hər biriniz ailədə evdən gəlirsiniz də, görürsünüz də atanız, ananız sizi əziyyətlə giyindirir, yedirir, içirir. Bugünkü gündə məktəbdə nəsə söhbət olanda o valideynə gedir söhbət. İndi siz təsəvvürünüzə gəlin, o valideyn düşünməzmi ki, mən bu övladımı buna görə mi böyüdürəm, bu əziyyəti çəkirəm? Hər bir valideyn istəyir ki, övladı yararlı bir insan olsun. Ona görə də düşünərək hərəkət edin ki, atanıza, ananıza nəsə söz gətirməyəsiniz. Bugünkü gündə siz bu səhv addım atarsınızsa, gələcəkdə də yolunuz düzgün getməz. Ona görə də çox düşünərəkdən addım atmağınız lazımdır. Yəni, bəzən ola bilir ki, biz bir sıra şagirdlərin məktəbdə doğru olmayan hansı hərəkətlərlə rastlaşırıq. Amma ola bilər, bir dəfə səhvi etdinsə, bunu bir də etmə. Ona görə ki, o ata-anan yazıqdır, səni baxır, böyüdür, istəyir ki, övladı yaxşı insan olsun. Elə ata-ananızla yanaşı biz də istəyirik ki, siz yaxşı insanlar olasınız, gələcək cəmiyyətimizə yararlı bir insanlar kimi yetişəsiniz, layiqli bir insanlar olasınız. Ona görə də hər biriniz öz yolunuzu özünüz seçməlisiniz, atdığınız addımlara fikir verməlisiniz. Baxın, deməli biz dedik ki, müstəqil bir dövlətdə yaşayırıq. Bəli, müstəqillik. Bugünkü gündə bəli, biz bu müstəqilliyimizi ümumilli liderimiz Heydər Əlizoğlu Əliyevə borcluyuq. Siz öz ata-analarınızdan, nənə-babalarınızdan soruşun ki, biz müstəqil olmadığımız dövrdə hansı vəziyyətdə yaşayırdıq, necə yaşayırdıq? Həqiqətən bugün biz çox gözəl bir zamanədə yaşayırıq. Dövlətimiz də çox gözəldir, günü-gündən inkişaf edir. Həqiqətən biz hər bir olan şeyə, hər şeyə şükürlə yanaş, şükür etməliyik. İstəyir evdə yediyiniz qidalarda, yeyib içməliyik, istəyir dövlətimizdə olan yeniliklər. Ona görə ki, bir də sizin nəzərinizə çatdırın. Baxın, İran dövlətinə nəzər yetirək. Baxın, İran dövlətində dövlət insanlara pensiya vermir. Yəni, yaşlaşan insanlara dövlət pensiya vermir. Yaşlı insanlar pensiya almırlar. Siz təsəvvürünə gətirin, yaşlıdır insan, yaşlaşıb heç yerdə işləyə bilmir. Ya buna oğlu baxmalıdır, ya qızı baxmalıdır. Bu dövlət bu insana pensiya vermir. Amma siz gəlin baxa bizim dövlətimizə. Çox sağ olsun bizim dövlətimiz hər tərəfli, hər kəsə diqqət yetirir. Şagirdinə də, müəlliminə də, deməli pensiya alan yaşlı insanına da. Əlbəttə ki, ona görə biz çox gözəl bir dövlətin vətəndaşlarıyıq. Baxın, mən vurğuladım ki, müstəqil bir dövlətdə yaşayırıq, qulaq asın. Bəli, bu müstəqil dövlətdə yaşayırıq və biz bu müstəqilliyimizi qoruyub saxlamalıyıq. Müstəqilliyimizi qoruyub saxlamaq üçün nə etməliyik? Deməli, hər bir vətəndaş, hər bir kəs müstəqilliyini qoruyub saxlamaq üçün öz dövlətinin, prezidentinin ətrafını sıx birləşməlidir. Yəni, bu dövlətin, prezidentin ətrafını sıx birləşməsi üçün bu insanların da balaca vaxtdan, ailədən, məktəbdən
vətənə qarşı, dövlətə qarşı sevgi hissi ilə böyüməlidir. Sevgi hissi aşılanmalıdır ki, bu vətənini, dövlətini sevən insan olsun, vətənine yararlı insan olsun ki, dövlət başçısının ətrafında sıx birləşsin və bu müstəqilliyi qoruya bilsin. Əlbəttə ki, mən ümid edirəm ki, əlbəttə siz hər biriniz gələcəkdə cəmiyyətimizə, vətənimizə yararlı bir insanlar olacaqsınız, yararlı bir insan kimi yetişəcəksiniz. Uşaqlar, ən əsas da hər birinizin elə balaca vaxtından ürəyinizdə sevgi hissi olmalıdır. Sevgi toxumları cücərdin hər kəsə. Kiməsə aqresiya ilə, acıqla yanaşmayın. Belə türklərin bir sözünü deyəcəm, deyir ki, öfkə ilə qalxan yer zərərlə oturar. Bizdə də belə deyir, yəni acıqla qalxırsansa zərər çəkəcəksin, zərərlə oturacaqsan. Ona görə heç vaxt heç kəsə acıqla, öfkə ilə qalxışmayın. Ürəyinizdə sevgi toxumları cücərdin bütün insanlara qarşı. İstəyir ailənizdə, istəyir sinif yoldaşlarınıza, istəyir müəllimlərinizə qarşı. Müəllim də sizin ananızdır, bacınızdır. Hər gündə o insanı görürsünüz ki, sanki bir ailənizin üzvü kimidir. Həqiqətən, vallahi mən hər birinizi həqiqətən öz övladım kimi bilirəm. Hər birinizə o qədər xətrinizi çox istəyirəm ki, hər gün sizi görürəm, hər biriniz mənim üçün doğmasınız, əzizsiz. Yəni, əlbəttə ki, belə də olmalıdır. Hörmət, qarşılıqlı hörmət olmalıdır, qarşılıqlı saygı olmalıdır. Bir-birimizi başa düşməliyik. Əziz şagirdlər, deməli, baxın, siz balaca vaxtdan ürəyinizdə sevgi toxumları cücərdin. İnsanlara qarşı sevgili olun, hörmətlə yanaşın. Ona görə ki, gələcəkdə də sizin də övladlarınız, sizin də yanınızda gəzən dostunuz, tanışınız sizdən bunu ibrət götürsün. Ona görə hər zaman böyüklərin sözünə qulaq asmağa çalışın. Baxın, böyüyün sözünə qulaq asmaq heç bir ayıb şey yoxdur. Bəzən egoist olan insanlar olur ki, böyük sözü dinləmək istəmirlər, amma çox səhv edirlər. Biz elə balaca vaxtdan da müəllimlərimizin sözünü, böyüklərimizin sözünü dinləmişik. Hər zaman da dinləmək lazım, böyüklərin sözünü dinləmək, böyük nəsihətlərini almaq lazımdır. Ona görə bu sizin gələcək həyatınızda hər zaman lazım olacaq. Hər birinizin yolu açıq olsun, uğurlar arzulayıram. Hər biriniz mənim üçün doğmasınız, əzizsiz.